deməli, Aysun İsmailova haqqında danışmaq istəyirəm. Yazıq Aysun. Dost sözün ağzını ala bilmir, dostlar haqqında danışa bilmir, gileylənə bilmir. O dəqiqə altından yazırsınız hamınız mənim adıma. Bilmirəm, məni çox istədiyinizdən mi yazırsınız, yoxsa davalar üçün, söhbət üçün mü darıxmışsınız, ona görə mi yazırsınız? Amma bir şey qeyd eləmək istəyirəm ki, mən dostlarımı çox sevirəm. Ola bilər ki, gec-gec görüşürəm. Gec-gec görüşmək bu demək deyil ki, bitdi dostluq, artıq nə bilim, nəysə də başqa yerlərə yozmaq lazım deyil. Mən heç bir zaman çörək kəsdiyim insan haqqında o sözləri heç vaxt işlətmərəm. Onu mənə yaraşdırmamalısınız. Çünki əgər xain idisə, paxıl idisə, qısqanc idisə, nəm başqa-başqa şəxsi həyatını müzakirəyə qoyub başqa cür danışa bilərəmsə, demək ki, mən yaxşı dost olmamışam. Qarşımdakı yox, mən yaxşı dost olmamışam. Düzdür, bizim Aysun'la heç vaxt aramızda inciklik olmuyor. Yəni söz-söhbətimiz heç vaxt olmayıb, Allah'a şükür. Bu günə qədər uzun müddətli bizim dostluğumuz var. Amma ola da bilər, yəni bir gün nə vaxtsa bəlkə ola da bilər incikliyimiz. Amma olarsa belə bəzi dostlarımdan olub ki, küsdüyüm, incidiyim anlar olub. Amma o anda da mən onun şəxsiyyətinə, xarakterinə, nə bilim, həyatına, yəni heç vaxt bir söz deməmişəm. Sadəcə mənimlə olan nədirsə məsələsi, sadəcə onu dilimə gətirmişəm. Yəni normalda da belə olmalıdır. Çünki əgər o dost pis insan idisə, niyə ondan dostluq eləyirdin, adama bu sualı verərlər. Və mən buna normal baxmıram. Məndən bu şeyi heç vaxt gözləməyin. Ünsiyyətim, əlaqəm kəsilsə belə, yenə də bir insanın haqqında aşağı yuxarı, irəli geri belə danışmaram heç vaxtı. Şəxsiyyətini ortaya qoymaram. Nə bilim, qısqancdı, qurtdudu, odur, budur. Yəni bəli, beləcə storim kəsildi. Sözüm yarımçıq qaldı. Neysə ki, məndən bu şeyləri gözləməyin. Bu mənim xarakterimdə yoxdur. Mən bir oğlaq qadınıyımdır. Özümə də, mənim qarşımdakı insanlara olan hörmətim əslində özümə olan hörmətimdir, özümə olan sevgimdir. Əgər mən dəyərsizəmsə, qarşımdakı dostluq elədiyim dəyərsizdir. Mənim dostlarım çox dəyərlidir, çox əzizdir. Mənim həyatımda olan, gələn, keçən zamanda dostluq elədiyim, bugün dostluq elədiyim hər kəs mənim üçün çox əzizdir, çox dəyərlidir. Heç vaxt heç birinin arxasından danışmamışam, danışmaram da.